Xaçmaz rayonunda 150 minlik iş görmüşük. Pul verməkdən boyun qaçırır. Bu Çingiz Məmmədovdur. Hal-hazırda dəfələrlə zəng vursaq da telefonumuzu qaldırmır. İşçilərə borcumuz qalıb, verə bilmirik. Müəyyən material yerlərinə borcumuz qalıb. Şikayətçimiz Qurban Alqayev iddia edir ki, Çingiz Məmmədov ona qarşı dələduzluq eləyib. Onun sözlərinə görə 2024-cü il mayın 1-də Xaçmaz rayonu Nəriman Nərimanov küçəsində yerləşən şənlik evinin tikinti və fasad işlərini həyata keçirib. Ümumi dəyəri 150 min manat olan işin icra olunmasına baxmayaraq, bugünədək ödənişin edilmədiyini bildirir. Məmmədov Çingizə aid Şadlıq evinin tikinti işlərini görmüşük. Bundan bağlı müqavilə bağlamışıq rəsmi olaraq. Yəni biz işimizi bitirsək də, yekunlaşdırsaq da, pulun ödəməyi ilə bağlı boyun qaçırır. Dəfələrlə yəni biz yaxınlaşmışıq pulun ödənişlə bağlı. Yəni, adlar çəkir ki, mən Çingiz və Laçın, Əsəd və Laçın adlara şəxslərə pulu vermişəm. Ged onlardan ala bilərsən. Bu şəxslər kimdir ki? Həmin şəxslər onların yaxınları və dostları, dostudur. Bəs yaxşı, indi həmin şəxslə əlaqə yaradanda, zəng eləyəndə sizə nə kimi cavab verir? Biz mən sizin pulunuzu Laçınla Əsəd adlı şəxsə vermişim. Səbəbini... Siz həmin şəxsləri tanıyırsınız? Yox, tanıyıram. Tanıyırım, baxmayaraq onlar deyir ki, biz öz pulumuzu götürmüşük. Dələduzluqda ittiham olunan Çingiz Məmmədovla əlaqə yaratmaq istəsək də mümkün olmadı. Yalnız məsələdə adı hallanan Laçın adlı şəxslə əlaqə yarada bildik. Çingiz bəy tərəfindən sizə Qurban bəyin ödənişi verilib ya yox? Yox, Qurbanla bağlı hər hansı bir iş danışmamışam və onunla heç bir işbirliyim olmayıb. Çingiz mənlə şərik olan adam olub. Çingizin o işini Əsədə vermişəm. Əsəd kimlə nə danışıb, nə eləyib onu araşdırın. Qurban, Çingiz, Əsəd, siz.